Allahın səlamı, rəhməti üzərinizə olsun əziz dostlar. Sizə faiz barəsində məlumat vermək istəyirəm. Çünki çox insan bu barədə səhv məlumat əldə edib və ona görə də faizlə nisyə, vərəsiyə, alış-verişi qarışdırır bir-birinə və nəticədə deyir ki, faizdə əlavə edilən miqdar haram isə onda niyə vərəsiyyədə, nisyədə olan əlavə miqdar, üstünə gələn əlavə miqdar haram deyil, caiz olsun? Əziz dostlar, faiz budur. Borcdan əldə edilən əlavə miqdar. Borc müqaviləsi. Necə ki, məsələn, birinə verirsiniz 200 manat, bu 200 manatın qarşılığında 400 manat tələb edirsiniz və siz də ona 400 manat verirsiniz. Yəni, eyni cinsdən olan pul ki, bu pul 200 manat dünyanın hər yerində də qiyməti eynidir, fərqli dəyəri yoxdur, bu alverdir. Buna kimsə alver deməz. Çünki pula qarşılıq pul almış olursan, qarşılığında əlavə bir miqdar almış olursan. Bu əlavə miqdara baxaraq, yəni həm yahudilər, həm də bu işdən həmhal olmayan insanlar Quran-ı Kərimdə bilirsiniz, yahudilər belə dedilər. Dedilər ki, innəməl bey'u misli ribə. Yəni alış-verişdə eyni faiz kimidir. Əslində faizin özünü də insanlar düzgün başa düşmürlər. Yəni hər əlavə miqdar faiz sayılmaz dəyərli dostlar. Yəni haram olan faiz riba ilə Allah Teala adlandırır. Adına riba deyilir. Ancaq alış-verişdən doğan, əldə edilən əlavə miqdara bildiyimiz haram faiz deyilməz. Bu qazançdır. Hər insan alverdə əlavə miqdar əldə etmək istəyir. Yoxsa niyə əziyyət çəksin ki? Yəni, baxın, bənzərliklərdən yola çıxaraq, o əlavə miqdarı nəzərə alaraq deyirlər ki, eyni ilə faiz də alver kimidir. Halbuki biz bənzərliklərdən deyil, fərqliliklərdən yola çıxmalıyıq. Çünki faiz borcla eyni cinsdən olan bir şeyin əlavə miqdarını əldə etməkdir. Necə ki, pulda göstərdiyim kimi. Ancaq alver və ya nisyə alış-verişdə isə borcdan əldə edilən bir şey deyil. Fərqli iki cinsin mübadiləsidir. Necə ki, məsəl üçün mən bir kitab, bu kitabı satıram 200 manada nəqdi. 200 manada. Qarşılığında 200 manada alıram. Amma deyirəm ki, adam qarşılığında mənə deyir ki, mən bu kitabı indi almaq gücünə malik deyiləm və ya hər hansı bir maşın deyir ki, bu maşını. Mən hələ ki əlimdə 100 manat var, verin, 100 manatım var, 200 manatım yox. Sən mənə istəyirsən, bir il ərzində 300 manata sat bunu. Bu cür əlavə miqdarda bu kitab, dünyanın və ya maşın burada 100 manat isə, başqa yerdə 200 manatdır, bir başqa. Yəni, dünyanın hər yerində fərqli dəyərə sahibdir. Bu manatdan fərqli olaraq iki fərqli malın verilib alınması. Buna alver deyilir. İstəyirsən, bu kitab sənin malındır. Maşın da sənin şəxsi malındır. İstədiyin qiyməti qoyarsan, istədiyin qiyməti də satarsınız. Yəni, buradakı əlavə miqdar bu faiz sayılmaz. Çünki siz eyni zamanda o pulu olmayana da köməklik göstərmiş olursunuz. Necə ki, imkanı yoxdur almaq, amma deyir ki, bir il ərzində buna imkanım çatar, əlavəsi ilə belə ödeyə bilərəm sənə. Sən də əlavə miqdar istəyirsən 200 manada ona yaxşılıq edib satarsan, istərsən yox, zərər edəcəksən. Çünki ortada alversiz qalacaq bu maşını verdikdən sonra, pulu da əldə edə bilmədikdən sonra istədiyi pulu, o pulla axı başqa maşın və ya kitab ala bilməyəcək. Bunun alveri bir il ərzində dura da bilər. Qalır ortada. Nə olur? Onun yerinə o 300 manadı nağdı qiymətə deyil, nisyə qiyməti daha əlavə aldığı miqdarı elə bil ki, 2 dəfə maşın alveri etmiş olur. Ancaq nağdı almış olsa 200 manadı, o bir il ərzində o insan 3-4 dəfə maşını alıb satar və o 300 manat, yəni nağdı qiymətdən daha əlavə nisyə qiymətə verdiyindən daha çox pul əldə edə bilər. Yəni, burada hər hansı bir faizdən söhbət gedə bilməz haram qılınan. Çünki borc üzərindən deyil, vərəsiyə alış-veriş üzərindən, yəni fərqli cins üzərindən alver etmiş olur. Buna nisyə alver deyilir. Krediti də buna qarışdırmayın. Gedib kredit almaq və ya bankaların bunlar haramdır. İnsanlar kreditlə nisyə alış-verişi bir-birinə qarışdırıb, ikisinə də kredit deyirlər. Vərəsiyə alış-veriş caizdir. Bu tarix boyunca da hər hansı bir alim buna haram deməmiş. Yəni satdığınız şeylə aldığınız şey, verdiyiniz şeylə əldə etdiyiniz şey bir-birindən ayrıdır. Amma faizdə belə bir şey olmaz. Fərqli cinslərin mübadiləsi deyil, eyni cinsdəki malın əlavə miqdarını almaqdır. Burada əldə edilən əlavə miqdara, yəni bənzərliyə deyil, kökdəki fərqliliyə baxmaq lazımdır. Birisi faiz olan, haram olan alış-veriş, borca əsaslı olan eyni cinsin əlavə miqdarını əldə etməkdir. Ancaq nisyə, vərəsiyə malda əlavə edilən miqdar isə fərqli cinslərin alış-verişidir.
İstər nağd olsun, istər nisiyə olsun. Mal sahibi istədiyi qiymətə malını satar. İstədiyi müddətə də fərqli miqdar qoya bilər. O özünün şəxsi işidir. O öz ticarətinə baxıb o cür hərəkət edər. Yəni malı alan da ona görə, öz gücünə görə onu almalıdır ki, geri qaytara bilsin. Allah'a emanet olun. Anlayan üçün məncə bu qədər kifayətdir.